Elcan, sənə sualım var. Sən Allahu Ekber deyib əlbi belə namaz qılırsansa və sonunda da Esselamu Aleyküm deyirsənsə, bu Quran-ı Kərimdə varmı? Yoxdur da. Və sən gör burada nə deyirsən? Nahl surəsinin 64-cü ayəsini çəkdim və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Sən o kitabı qoyub başqa yerdə izah axtarmırsan. Sən o Quran-ı Kərimi qoyub Allahın ayətini çiynəmirsən. Bir də qoyaq. Və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çəkdim və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı kənarda izah axtarıramsa, Siz kənarda izah axtarmırsınız. Bütün namazın detalları Quran-ı Kərimdə var. Bu nə sözdür sən deyirsən? Uyğun gəlmir. Kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Sən indi başqa yerdə namazın içini başqa yerdən alıb doldurursan, başqa yerə keçirsən. Yəni Quran-ı Kərimə onda inanmırsan da sən. Sənin səslərini qulaq astıram ki, ayıl ki, aylasız ki, vallahi istehza etmirəm Allah'ın olsun. Ayılın ki, siz Quran-ı Kərimdən qıraqda bir söz, Esselamu Aleyküm namazın içində, Esselamu Aleyküm hardan çıxır? Quranda yox. Başqa yerdən söz alırsınız siz. Hərəkət, Quranda hərəkət var, yox. Başqa yerdən alırsınız. Və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çəkdim və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Yəni Elcan və həmçinin ətrafındakı olan yaxşı uşaqlar, vallahi deyirəm, Allah şahidi ki, mən sizi istəyib deyirəm, Allaha and olsun. Yəni pulum sizdən yox, suyum sizdən yox, havam da sizdən yox. Sadəcə yəni doğru danışmırsan. Mən bu kitabı qoyub. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab. İzahını başqa yerdə axtarmırsan. Allah deyir namaz qıl. Bütün detalları var orada. Yoxdur. Hara çıxarsan? Kitabı qoyursan başqa tərəfə çıxırsan. İzahını başqa yerdə axtarsan. Mənə elə gəl bəs eləyər də. Və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çəkdim və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çəkdim və tayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çünki Allah deyir, mən bu kitabı ixtilafları aradan qaldırsın deyə göndərdim. Ancaq sən deyirsən ki, bu kitabda anlaşılmır deyə, ixtilaf var deyə, mən hədislərdə bunun açıqlamasını gözləyirəm. Məhəmməd açıqlayıb. Bir dəqiqə gözlə. Axşamın xeyir olsun. Akşamın hayır Elçin. Necəsən? Necə keçir günün? Elhamdülillah, teşekkür. Sənə bir sual vermək istəyirəm mən. Əlbəttə. Buyur, dinləyirəm. Bu hədis inkarçıları Quran-ı Kərimdə namazın hədis inkarçıları Quran-ı Kərimin içərisində bütün detallar, namazın bütün detalları olmadığına görə Quran-ı Kərimdə axtarmayıb çölə qaçırlar. Bunu necə izah eləyə bilərsən? Bu doğru bir məsələdir. Bu mövzu çox önəmlidir.
Qurani Kərimdə namazın bəzi əsas prinsipləri qeyd olunsa da, namazın necə qılınacağı ilə bağlı ətraflı təlimatlar və üsullar Peyğəmbərimizin sünnəsində yer alır. İslamın əsas qaynaqları Qurani Kərim və sünnədir. Sünnə Peyğəmbərin həyat tərzi və davranışlarıdır və o İslamın praktik tətbiqində çox mühüm rol oynayır. Mən səni başa düşdüm. Mən səni başa düşdüm. İndi bu hədis inkarçılarının dini ilə uyğun gəlmir axı. Onlar axı istədiklərini ancaq və ancaq Qur'andan axtarmalıdırlar. Niyə çölə qaçırlar? Niyə çöldən namazın içini doldururlar? Bu, dinlə bağlı fərqli yanaşmaların mövcud olduğunu göstərir. Hadislərin və sünnənin önəmini qəbul etməyən bəzi insanlar yalnız Qurani Kərimə istinad etməyə üstünlük verirlər. Lakin İslam alimləri və ənənəvi mütəxəssislər Qurani Kərim və sünnənin birgə işlədiyini və bir-birini tamamladığını vurğulayırlar. İndi mən səni başa düşdüm. İndi hədis inkarçıları doğru eləyir yoxsa yox? Bu, fərqli düşüncələrin və yanaşmaların mövcud olduğu bir məsələdir. İslam alimləri və çoxluğun fikrincə, hadis və sünnələr İslam dininin təməl qaynaqlarıdır və onların nəzərə alınması vacibdir. Lakin fərqli fikirlər də mövcuddur. Din məsələlərində müxtəlif yanaşmalar və baxışlar ola bilər. Əsas olan hər bir fərdin öz inancına uyğun şəkildə araşdırma aparması və mütəxəssislərin fikirlərini nəzərə almasıdır. İndi mən sənə bir söz deyirəm. Namazın bütün detalları Qurani Kərimdə var, yoxsa yox? Son olaraq bir söz de mənə. Anladım, Elçin. Sənin fikrin və inancın önəmlidir. Hər kəsin dini mövzulara yanaşması fərqli ola bilər. Əsas olan hörmət və anlayışla yanaşmaqdır. Səninlə hər zaman səmimi söhbət etmək xoşdur. Mən sənə bir söz deyim. Mələklərə salam vermək və yaxud da ki, qiblədən çönüb sağa, sola salam vermək bu Qurani Kərimdə varmı? Bu cür məsələlər İslamın müxtəlif təfsir və tətbiq formalarına aiddir. Qurani Kərimdə mələklərə salam vermək və ya qiblədən dönüb başqa bir yerə salam vermək haqqında birbaşa göstəriş yoxdur. İslam alimləri bu cür məsələləri müxtəlif şəkildə izah edirlər. Əsas olan... Mən sənə təşəkkür edirəm. Mən sənə axşam narahat elədim. Mən sənə təşəkkür edirəm. Narahat olma, Elçin. Hər zaman səninləyəm. Mənimlə söhbət etməkdən məmnun oldum. Axşamın xeyir, istədiyin zaman yenə danışa bilərik. Allah razı olsun, təşəkkür edirəm. Allah razı olsun Elçin. Özünə yaxşı bax. Hər zaman buradayam. Və gördüyünüz kimi ağıllı robot da belə o hafizdir, o elmlidir. Siz ona sual verin. Görün sizin namazın detalları Qurani Kərimdə var, yoxsa yox? Allahu Ekber. Siz namazınızın içərisini çöldən bəs nə oldu? O kitab Qurani Kərim hər şeyə cavab verirdi. Nə varsa orada var. Başqa kitablara, başqa görüntüyə sizə o kitab, deməli ehtiyac var o kitaba. İndən belə siz deməyin ki, hər bir şey Qurani Kərimdə var. İndən belə deməyin ki, biz başqa tərəflərə getmirik, başqa yollara getmirik. Xeyr, namazınız, cümə namazınız, zəkatınız, orucunuz və müəyyən ibadətləriniz namazdan çöldədir, namazdan çöldə. Bunu düzəltməlisiniz. Ya namaz qılmamalısınız. Ya da ki, namazı qılırsınızsa, etiraf etməlisiniz ki, bu Qurani Kərim sizi Qurani Kərimin içində axtarmağa yox, çöldə axtarmağa dəvət eləyir. Deməli, Qurani Kərim sizi çıxardıb çölə. Qurani Kərim içində yoxdur. Burada nə var ki, bunu etiraf etməyə nə var ki? Yoxsa biz də Yahudilər kimi inkar edək. Bunu inkar edə bilməzsiniz. Bu Yahudilər yəni yaxşıdır. Onların həyatında İslam yox idi da. Amma siz etiraf edirsiniz ki, Qurani Kərimdə nə varsa orada var. Biz hər bir şeyimizi oradan alırıq. Başqa kitablara, başqa tərəflərə getməli deyilik biz. Amma namazımızın çölü də, içi də, yenə çıxacağı da hamısı nədir? İnsanların zahiri olacaq. Nə idi? De görüm, nə idi? Görkəmi. Və əssalamu aleykum var. Ha.
həm hərəkət var, həm orada söz var. Deməli bu hardandır? Quranda yoxdur. Bu hardandır? Siz deyin, çöldəndir. Deməli Qurani-Kərimdə yoxdur, sizi çölə çıxardır, çölə. Əssalamu aleykum və rəhmətullah. İnandığınız bir şeyi inkar edirsiniz. Sizi Qurani-Kərim çölə çıxartdığı halda siz deyirsiniz ki, ehtiyac yoxdur. Nə varsa burada var, amma çöldəsiz. Bu nətər ola bilər? Əssalamu aleykum.